26 yaşında başından ağır xəsarət alaraq torpaqlarımızın işğaldan azad edilməsində müstəsna xidmətləri olan Muradov Zaur Sultanoğlu 1994-cü il may ayının 5-də Hacıqabul rayonunda anadan olub. O 2000-ci ildə Hacıqabul rayon bir saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 2009-cu ildə təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 2012-ci ildə həmin liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O daha sonra ali təhsilini Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Mixaylovskaya Voyennaya Artillerskaya Akademiyada davam etdirib. 2017-ci ildə həmin akademiyanı bitirərək xüsusi təyinatlı qüvvələrin mənsubu olmaq üçün xüsusi təyinatlı qüvvələr kursuna daxil olub. 2018-ci ildə həmin kursu bitirərək en saylı hərbi hissədə xidmətini davam etdirib. Vətən uğrunda torpaqlarımızın işğaldan azad edilməsində böyük şicayət göstərən baş leytenant Zaur Muradov, 2-ci Qarabağ müharibəsində Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Füzuli, Xocavəndin işğaldan azad edilməsində böyük şicayət göstərib. O, oktyabrın 8-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə düşmən snayperi tərəfindən başından güllə yarası alıb. 2-ci dərəcəli vətən müharibəsi əlili kimi ordudan təxlis edilib. Ailəlidir, bir övladı var. Baş leytenant Zaur Muradov 2-ci Qarabağ müharibəsində göstərdiyi şicayətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Füzulinin, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Xocavəndin azad olunmasına görə Vətən borcu və hərbi xidmətlərə görə medalları ilə təltif edilir.